Salam olsun ey əhli biz qrup. Kolonkalardan da başa düşdüyünüz üzrə bilirsiniz artıq biz hansı layihənin davamını çəkirik. Bu layihə çox sevildi. İnsanlara nostalji hissini yaşatmağı bacardıq. Ona görə də elə düşündük ki, biz bu layihənin ikinci versiyasını eləyək. Keçən layihəmizin qalibi seçildi və əziz və dəyərli biz qrup izləyiciləri məni seçmədilər. Amma bizim biz qrup izləyicilərinin gözəl bir tərəfi var ki, çox ədalətlidirlər. Yəni doğrudan da haqq sahibi olan adamı ədalətli bir şəkildə seçirlər və buna görə də Fuad seçildi və mən də ədalətli bir davranış edib bugünkü layihəyə Fuadı çağırmadım. Və ona görə də bugünkü layihədə Fuadın yerinə bizimlə bərabər iştirak edəcək Elvin Səlimov. Sızdıramadım bura. Və Ceyhun Səfərəliyev. Alınmadı. Və çox həyecanlanıram. Mirkamil Vəlcanov. Yeriyən rütubət alqışlar. Necə mahnılar hazırlamısan? Bugün bizi belə məni, o birisi iştirakçıları, biz qrup əhlini nostalji yaşada biləcəksən, belə var o. Bu dəfə hamımızı Roza Zərgərli taktikasını olacaq. Yaxşı Abbas Bağırovdur, nədir? Birinci mən başlayayım, sən başlayırsan, mən başlayayım. Sən başla, mən başlayayım. Yəni sıramı verim, sən başla. Mən biraz milli mahnılara önəm vermişəm. Aldandımsa sənə məni avam bilmə, İnandımsa bil ki inanmaram yenə, acizliyimə Hayır. Dönmə geri, dönmə geri, dönmə geri, ümidli anlarımın gəlib, saflığına inandırma məni. Dönmə geri. Biraz da qulaq assaq biz nə bilim. Axırımız çox pis yerə gedir bizim. Necə idi? Çox qəşəng. Retro havasını verdi. Gəl birində mən qoşum. Coşuruq. Onu hiç görmemiştim. Hedeflerini aştı. Bana bir hareket yaptı. Çok. Ne yaşadım bunu bir dəfə işləndə? Bax 2007 ya da 2006 doğrudan yaşadım ama. Yəni doğrudan yani bu mahnını o dövrlər sirkələdi mən. Çox dəhşət. Mən durum keçim qıraqdan aşıqlı olasın. Neyse. Elvin necəsən? Tərliyəm bura. Hiss olundu. Birinci mən qoşum, sən qoşsan mahnı. Qoş biraz. Maraqla gözləyirəm. Ağaqda, ala yox. Ama el ikramdı da. Ama mesela nasıl? Ha sarışın böyle palçıkta zaten. El ikramın da var da palçıkta biliyorsun. Kriste böyle yapıyorsun. El ikram bayrağı bakın. Gira. Coşalımda. Necə bura el ikramın böyle abone vurmansı? Dəhşət. Ayrı türlü. Bu yer el ikramın doğrudan da o palçıqda. Ama burada oxşurlar da sarışın, qaraşın, Qafqazlı, Buradan İspaniyalı. Əlikram müəllimə də salamlar. Hörmətlər. Mahnı doğrudan da 2001-2002 təxminən. təxmini Təxmin elə bilməm. Çünki mən çox balaca idim onda bu musiqini bilirəm. normal olaraq. İndi mən sənə qoşum. Açığı bombabomba.com-dan sonra mən ölü qaldım biraz. Oxusun. Aa! Mahnı adını bilməm amma çox köhnə belə ənkə bir mahnıdır. Bu mahnı adını bilmirəm. Ola bilər. Gel danış, sevgiden bu gece gel danış. Qızdım mən bax. Necə təsir elədi sənə? Köhnə günlər apardı. Belə deyim də bura. Yəni mən Şakir Azad qoydum, elədim xarici. Yo, onun da öz yeri İndi var bizim idi. musiqilərin yerini doğrudan heç sevmirəm. Çünki o xatirələr canlanır. Doğrudan. Gel danış, duygudan geceler
İndi özün yəni dinəndə necə oldu sən? Necə Mən təsir konkret etdi? öz xoşluğumdan durumda, yəni Çox qorxdum ki, Ceyhunu biraz da sıxacaqsan. Səyyad Əlizadə, Şəlaləm mənimzad. Ora qədər yolu var idi yəni. amma oxşurlar da düz. Mahsum Qırmızıgül'e Alim Qasımov deyən adam. Biz qrup izləyiciləri bunu deyim də buradan. Hal-hazırda Mənik Madamı 3-cü yer üstündə. Yəni mən heç oynamazdım bu oyunu. 3-cü yer mübarizəsi uğrunda taleyə qismətə baxışı kimdən gəlir? Mən bu qədər çətin olacağını gözləmirdim. Gəlin belə eləyək. Biz də mahnılarımızı qoşacaq. Bundan sonra Kamillə Ceyhunun final oyunu olacaq. Bu dəfə 4-cü yer olan adam çıxacaq. Hətta və hətta. Hələ fikirləş ki, bu mən belə olsam mən çıxacağam da oyundan. Şansım qalmır ki, onda nə bir elə izləyicim var, sən düz gəlir. Bərabər də ola bilərik. Başlayaq. Sən başla. Sən başla. Sən başla. Sən başla. Önce sen. Biz şimdi neyiz? Böyürdən buna baxanda özümü Leonardo DiCaprio ilə saunada oturmuş kimi hiss edirəm. Hazırsan? Hazıram. Yo, bir dəqiqə. Tentitim ola. Koş. Kısa gezelim bu gece. Kısa gezelim bu gece. Mahnı çox tanışdı, çox gözəldir, çox xoşdur. Niyə mən? Prosta necə yaraşdırdın da yəni. Hadi kalk çıkıp atıştıralım. Bakalım geceye can yakalım. Hadi sür savaş boyalarını. Bu gece bu şehri dağıtalım. Kısa gezelim bu gece. Çıtırlara bakalım, laf atalım. Kısa gezelim bu gece. Olmuşları seçelim, can yakalım. Sən dua elə ki, bütün qızlar toplandığı qoymadım mən bura. Mahnı da oradan xoşuma gəldi. Mən amma bir dənə elə bir şey fikirləşirəm ki, yəni Kamilin bığları tökülə bilər. Hazırsan? Həri. Belə başa düşürəm, hamı üz ifadəsindən hamı tutdu mahnı. Davam mı? Davam eləyək. Hani o verdiğin sözler yalan mıydı birer? Artık sana ait Mən də elə bilirəm, bunlar mahnı sözdən əməl başlı bilir orada. Mahnı zaha artıq sənə zilliyəməm ki. Senin o gözlerin oxuyursan göl var ya. Gedirsən də belə incini. Mən də gedirəm deyəsən, mən belə hiss edirəm. Biz bir yerdə gedişimiz möhtəşəm olsun. Sen gittin ben gidemedim. Sen unuttun ben unutamadım. Senin o gözlerin var ya her şeyi bitirdi. Yazık ettin geçen günleri. Bəli, əziz izləyicilər, finala Ceyhunla mən qaldım. Bəli, uğurlar bizə. Gəl başlayaq uje. Başlayaq. Ayca. Qoca Çınar, Qoca Çınar. Ədalət Şükürov Qoca Çınar. Qoca Çınar. Doğrudan da O vaxtın möhtəşəm mahnılarından ya. Klipi də maraqlıdır özdə. Ya biraz qulaq asaqdan davamlı. Qulaq asaq. İlk defa sevirəm demiştim sənə. Qoca Çınar, Qoca Çınar. Çox sonra bələtmə. Çox sağ ol. Ну, что делать? Əməlli oxuyursan. Əməlli bacarır. Söndür ya bunu, oxu. Oxu. Qoca Çınar, bilirdi Qoca Çınar. Ədalət Şükürov Qoca Çınar, qonağımızdır bizim. bilirdi mənim sirrimi. Ədalətin bığlı versiyası. Koca Çınar bilirdi koca Çınar. Bilirdi yalnız Çınar. Bilirdi benim sırrımı. Koca Çınar bilirdi koca Çınar. Bilirdi yalnız Çınar. Bilirdi benim sırrımı. Dayandın mı? Götür balı. Çox sağ ol Zərət müəllim. Su da içməyim. Yəni sizdə mən adam deyil ha.
Başıma çəkərdim də kamını. Hazırsan ha? Tuval tiryaki. Sokaklar şahitsin. Pişmanım zehir gibi. Yanıyor yüreğim. Tiryakinim. Nöqtəsindən vurdun. Ah, son bir isteğim senden. Bir daha deneyelim. Bunca yıl sonra yine bu istek çok mu söyle? Çıldırtsan da seninim, yalvartsan da seninim. Tiryakinim, tiryakinim. Çox gözəl oxuyub. Yəni mahnının sözləri də öz Uyduşa balıca gəzmə. Allah sağ olsun. İndi isə ikinci raundumuza başlayırıq. Birinci raund öz mahnılarımızı qoyduq. Öz mahnılarımızı qoyduq. Məncə sən daha çox təsirləndin. İndi görək. Bu indi yaxşı qulaq as. Gec yadıma düşə bilər bu mahnı yaxşı qulaq as. Qulaq olsun. Klipindən də daha yadıma düşə bilər. Maraqlı gəldi. Klipi göstər. Ah dedim o dedi. Ah dedim priya. Ay çay. Dedim oydun məni, pis günə qoydun məni. Ah dedim oydun məni. Bu şokdayım özüm önüm. Çox belə interesting klip var. O vaxta görə çox Doğrudan möhtəşəm. araşdırılmış klip. Qulaq asaq. Ah dedim, oh dedim, bu hala qoydun məni. Ah dedim, oh dedim, pis günə qoydun məni. Yelkənsiz gəmik. Doğrudan Brilliant Dadaşovanın çox belə köhnə mahnılardan, yəni necə demək, adama belə təsir edənlər olur. Qəşəng Amma bu mahnılar mahnının xüsusi bir yeri var da, yəni ah dedim, oh dedim. Dedim, pis günə qoydun məni. Aynen, orada hava olsun. Kamil, sən qoyduğun mahnı doğrudan, yəni qəşəng idi. Yəni özün də gördün də necə reaksiya verdim. Mən əslində ona uyğun başqa bir mahnı qoşsaydım, yəni, ağlımda başqa bir mahnı vardı, amma indi elə bir mahnı qoşsaydım ki, yəni normal uşaqlıq keçirmisənsə, qırğın bir şey gəlir Kamil. Hazırsan? Yadıma düşmədi. Yadımdadır. Bilirdim ki zalim dünya sevenlere mest bakır. Seni benim talibimden Son bir kadro. Kimden okuyor? bilmemeydi keçirdi. Brilliant. 2001-ci ildir də, yəni klipə bax 2001-ci il müqayisədə. Gibi dağ. Necə təsir edir doğrudan? Səni məndən alan dünya konsertimi qaytarsın. O vaxtda doğrudan geyimləri temadır ya, af pencə ilə. Qasım Azadla belə Yaxası açıldı o vaxt mod idi. Poqqa verdim. Adam. Gələcəyə babaya gələcək, değil mi? Dediğim babi. Sən qoşdun, mən qoşdum. Axırıncı iki mahnı arasında konkret səncə qalmışam. Belə doğrudan ki, siz özünüz də şey eləyək, seçə bilməyəcəksiniz bu dəqiqə. Yəqin ki, qalibi izləyicilərə buraxacağıq. Yəni izləyicilərin seçimlərini özləri edəcəklər. Belə deyim də 3-cü, 4-cü yerlər arasında da, yəni seçimi Mehdi Sadiq uçsun istəyirsinizsə belə deyim də, yəni onun qoyduğu mahnılar daha çox sizə təsir edibsə, Mehdi Sadiq yazıb rəydə bildirə bilərsiniz. Həmçinin də Səlimov Elvini orada qeyd edə bilərsiniz, əgər onun mahnıları sizə daha çox təsir edibsə 3-cü, 4-cü yerlər arasında. Birinci yerdən usta, ya Ceyhundan ya məndən. Finalda da Kamil, mən hansımızı daha çox layiq görsəz birinci yerə, onu rəylə bildirə bilərsiniz. Əgər videomuzu bəyəndinizsə, like etməyi, rəy yazmağı və abunə olmağı unutmayın. Hələlik görüşərik. Növbəti Mən dedim də.